Bismillahirrahmanirrahim. Sallallahu aleyke ya Əba Əbdillah. Salamlayıram hər birinizi əziz tamaşaçılar. Aşura, iradılar və həqiqətlər verilişini izləyirsiniz. Biz bu verilişimizdə də bir sualı, iradı oxuyub və o irad barəsində olan həqiqəti siz əzizlərin nəzərinə çatdıracaq. O suallardan biri bundan ibarətdir. İmam Hüseyn əleyhissalam qiyam etməsəydi, müsəlmanlar üçün nə dəyişəcəkdi? Hansı dəyişikliklər baş verə bilərdi? Kərbəla hadisəsi haqqında demək olar ki, ən mühüm düşüncə suallarından da biri elə budur. Ki, İmam Hüseyn əleyhissalam Yezidə beyət etsəydi və yaxud qiyam etməsəydi, İslam üçün nə baş verə bilərdi? Müsəlmanlar üçün hansı dəyişikliklər ola bilərdi? Sual bundan ibarətdir. Amma diqqət eləmək lazımdır. Bu sual əslində Kərbəlanın əhəmiyyətini anlamaq üçün çox vacibi suallardan biridir. Niyə? Çünki İmam Hüseynin qiyamı yalnız sadə bir döyüşdən ibarət deyildi. Bəlkə İslam tarixinin dönüş nöqtəsi idi İmam Hüseyn əleyhissalamın qiyamı. Bu mövzunu anlamaq üçün və başa düşmək üçün əvvəl Yezid hakimiyyətinin mahiyyətini, həmçinin o dövrdə İslam cəmiyyətinin ümumi vəziyyətini, İslama hakim olan ümumi vəziyyəti və İmam Hüseyn əleyhissalamın susmasının nə kimi nəticələri ola bilərdi? Bunların hər birini gərək biz araşdıraq. İlk məsələ budur. Yezid kim idi və Yezidin kimliyi İmam Hüseyn əleyhissalamın ona beyət etməməsində böyük bir təsiri var idi. İmam Hüseyn əleyhissalamın qarşısına çıxan şəxs Yezid sadə bir hökmdar deyildi. Tarixi qaynaqlarda Yezid barədə bunlar yazılır. Açıq-aşkar günah işlədən, içki içən şaribul xəmr, əyləncə məclisləri quran, mu'linin bil fisk, açıq-aşkar fisk fücur işləri görən və demək olar ki, dini açıq şəkildə ayaq altına qoyan bir hakim idi. Yezidi müsəlman tarixçilər belə təqdim edir. Bir çox hətta sünni tarixçiləri belə yazırlar və belə nəql edirlər ki, Yezid belə bir şəxsiyyət idi. İtlə oynayardı, üzr istəyirəm və bu kimi məsələlər. Elə bu baxımdan da İmam Hüseyn əleyhissalam məşhur bir kəlamı vardı. Buyurur ki, misl la yubayu mislə. Mənim kimi bir şəxs, onun kimi bir şəxsə beyət eləməz. Bu söz nəyi göstərir? Bu söz göstərir ki, məsələ şəxsi hakimiyyət davası deyildi. Bəlkə məsələ İslamın gələcəyinin təhlükədə olması idi. İmam Hüseyn əleyhissalam kimi bir şəxsiyyət əgər Yezidə beyət etsəydi, İslamın gərək Fatihəsi oxunardı. Ələl-İslamı əs-salam. İmam Hüseyn əleyhissalamın öz kəlamıdır. Ən böyük təhlükə diqqət eləmək lazımdır. Dinin içərisində dəyişikliklər etməkdir. Yəni din adına gələsən, dini təhrif edəsən. İslam üçün ən böyük təhlükə açıq-aşkar düşmənçilik edən kafirlər deyildi. Bəlkə ən böyük təhlükə din adı ilə batilin təqdim olunması. Din adına işləyir, din adına iş görür, amma batili çatdırır. Yezid zahirdə özünü müsəlmanların xəlifəsi adlandırırdı. Amma müsəlmanların xəlifəsi olan, yəni Peyğəmbərin canişini. Əgər Peyğəmbərin nəvəsi kimi bir şəxsiyyət, yəni İmam Hüseyn əleyhissalam kimi bir şəxsiyyət ona beyət etsəydi, yəni xalq Yezidin davranışlarını İslam hesab edəcəkdi. Çünki İmam Hüseyn əleyhissalam beyət elədi. Beyətin də mənası mən keçən verilişdə işarə eləmişdim. Başqa bir tərəf zülm və fəsad həqiqətdə din adına həyata keçəcəkdi. Din altında batil qanuni şəkildə həyata keçərdi. Bu zaman nə olardı? Yəni İslamın əxlaqı, İslamın bizə gətirdiyi önəmli ədalət prinsipi, mənəviyyatı və bu kimi gözəlliklər tədricən məhv olub aradan gedəcəkdi. İmam Hüseyn əleyhissalam əgər Yezidə beyət etsəydi və İmam Hüseyn əleyhissalam əgər qiyam etməsəydi.
Başqa sözlə desək, İmam əleyhissalamın susması Yezidi həqiqətdə rəsmi şəkildə tanımaqdır. Yezidin hakimiyyətini rəsmi şəkildə qəbul etməkdir. İmam Hüseyn əleyhissalam adi bir insan deyildi ki. İmam Hüseyn əleyhissalam Peyğəmbərin nəvəsi, sallallahu aleyhi və səlləm, Əhl-i Beytin imamı, müsəlmanların mənəvi rəhbəri. Yəni, hətta onu zahiri hakimiyyətə gəlməsə də müsəlmanlar onu belə tanıyırdı. İmam Hüseyn əleyhissalamın Yezidə beyəti, yəni bütün İslam dünyasına belə bir mesaj verməkdir. Yezid ibn Muaviyyə, yəni qəbul edilə bilər. Biz onu qəbul etdik. Bu isə tarix boyu böyük təhrifə səbəb ola bilərdi. İmamın qiyamı və beyət etməməyi göstərdi ki, hər hakimə itaət vacib deyil. Zalimə qarşı çıxmaq İslamın ən önəmli prinsiplərindən biridir. İmam Hüseyn əleyhissalamın bütün bu addımları, dediyi sözlər və beyət eləməməsi və qiyam etməsi bu kimi məsələni açıq-aydın şəkildə bizə çatdırır. Bundan əlavə İmam Hüseyn əleyhissalam qiyam etmək ilə həqiqətə əmr bil məruf, nəhy anil münkər məsələsinə əməl elədi. İmam Hüseyn əleyhissalam özü qiyamının səbəbini açıqlayanda belə buyurur ki, mən cəddim Peyğəmbərin içərisində islah etmək üçün qiyam elədim. Davamında buyurur ki, uridu ən amira bil məruf və ənha anil münkər. Mən istəyirəm ki, mərufə, yaxşılığa əmr edən və pisliklərdən çəkindirəm. İmam Hüseyn əleyhissalam həqiqətdə qiyam etməsi, yəni əmr bil məruf, nəhy anil münkər etməsi. İmam Hüseyn əleyhissalam beyət eləmir, mənası budur ki, Yezid bir dənə ən böyük münkərdir, onun müqabilində dayanmaq lazımdır. Allah Teala Quran-ı Kərimdə də buyurur: "Kuntum xeyra ummetin uxricet lin-nas, ta'muruna bil ma'ruf və tenhavuna anil munkar." Siz o vaxta qədər ən xeyirli və faydalı ümmətsiniz ki, mərufə əmr edəsiniz, münkərdən çəkindirəsiniz. Quran-ı Kərimin ayəsinin həqiqətdə mənası belə olur ki, siz insanlar, siz müsəlmanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz, amma bir şərti var. Budur ki, yaxşılığa əmr edəsiniz, pisliklərdən çəkindirəsiniz. Ali İmran surəsinin 110-cu ayəsidir. İndi diqqət eləmək lazımdır. İmam Hüseyn əleyhissalam bu ayəyə əməl etməməli idi. Əgər İmam əleyhissalam sussaydı, bu prinsip praktik olaraq, yəni əmr bil məruf, nəhy anil münkər prinsipi əməli olaraq zəifləyəcəkdi. Ən böyük münkərin müqabilində. Başqa bir cəhətlə də biraz dərin baxanda Kərbəla İslamın ruhunu qorudu. Bu bəzi alimlərin sözüdür, buyururlar ki, əgər İslamı Peyğəmbər gətirdisə, İmam Hüseyn əleyhissalam onu qorudu. Çünki Kərbəla dinin zahiri formasını deyil, ruhunu qorudu. Yəni, əgər Kərbəla olmasaydı, ola bilər insanlar zahirdə namaz da qılardılar, oruc da tutardılar, həccə də gedərdilər, bu kimi zahiri ibadətləri əmələ də gətirərdilər. Amma İslamın ən önəmli prinsipləri, ədalət, azadlıq, haqq uğrunda dayanmaq, batillə, zülmlə mübarizə aparmaq, bu kimi məsələ istər-istəməz zəifləyə bilərdi. Bu baxımdan İmam Hüseyn əleyhissalam qiyam etdi və Yezidə beyət eləmədi və gərək də beyət etməzdi. Bu məsələyə də diqqət ayıraq ki, əgər İmam Hüseyn əleyhissalam beyət etsəydi bir zalimə, onun müqabilində dayanıb qiyam etməsəydi, yəni insanlar zalim bir şəxsə alışa bilərdilər. Tarix göstərir ki, insanlar uzun müddət zülm görəndə bəzən onu normal qəbul edirlər və normal qəbul etməyə başlayırlar. Kərbəla qiyamı da, İmam Hüseyn əleyhissalamın qiyamı da əgər həyata keçməsəydi, Yezid rejimi adi hakimiyyət kimi insanlar tərəfindən qəbul ediləcəkdi. Gələcək nəsillərdə zalimə itaət etməyi özlərinə bir dini vəzifə biləcəkdilər. İmam Hüseyn əleyhissalamın qiyamı isə bu düşüncəni dağıtdı, aradan qaldırdı. Yəni zalimə itaət etmək olmaz,
zalimə beyət eləmək olmaz. İmam Hüseyn əleyhissalam göstərdi ki, haqq az olsa belə müdafiə edilməlidir. Batil nə qədər güclü olsa belə qəbul edilməməlidir. Bu Kərbəlanın İmam Hüseyn əleyhissalamın qiyamının və İmam Hüseyn əleyhissalamın beyət etməməsinin ən böyük mesajıdır. Az ola bilərsən, amma batillə mübarizə aparmalısan. Batil nə qədər güclü olsa da belə, əgər sən haqsansa, o aradan getməlidir. Kərbəla qiyamı, İmam Hüseyn əleyhissalamın qiyamı başqa bir təsiri də var idi. Kərbəlada hadisəsindən sonra bir sıra qiyamların həyata keçməyində onun böyük təsiri oldu. Təvvabın hərəkatı, Muxtarın qiyamı və digər Bəni Üməyyəni əleyhinə olan hərəkatların hamısında Kərbəla hadisəsinin birbaşa təsiri var idi. Həqiqətdə Kərbəla xalqın vicdanını oyatdı. İnsanlar başa düşdülər ki, Peyğəmbərin nəvəsini öldürən hakimiyyət İslami hakimiyyət ola bilməz. Necə sən İslam adına hakimiyyətli edirsən ki, İslamı gətirən Peyğəmbərin nəvəsini şəhid edirsən, onların ailəsini, qızını, uşağını əsir edirsən, şəhər-bə-şəhər gəzdirirsən, başları nizədə. İmam Hüseyn əleyhissalam bu hərəkatı vicdanları aiddir. Kərbəla olmasaydı, yəni həqiqətdə Aşura məktəbi yaranmazdı. İmam Hüseyn əleyhissalam qiyam etməsəydi, məktəb olmayacaqdı, Aşura məktəbi olmayacaqdı. Amma bugün görürük məscidlərdə, mənbərlərdə, mərsiyələrdə, dini məclislərin hamısında İmam Hüseyn əleyhissalamın məktəbindən danışılır. Hansı ki, o məktəbdə haqq, ədalət, fədakarlıq və bu kimi anlayışlar böyük ölçüdə Kərbəla vasitəsilə yaşadılır. Bütün bu mənbərlərin hamısında, məclislərin hamısında, dini verilişlərin hamısında. Əgər İmam Hüseyn əleyhissalam qiyam etməsəydi, bu böyük mənəvi məktəb həqiqətən də formalaşa bilməzdi. Bu İmam Hüseyn əleyhissalamın qiyamının nəticəsindədir. Müsəlman cəmiyyətində demək olar ki, müqavimət ruhu ya zəifləyərdi, ya ümumiyyətlə olmazdı. Həqiqətən də olmazdı əgər İmam Hüseyn əleyhissalamın qiyamı olmasıydı. Bu məsələyə də diqqət edək. Kərbəla elə yalnız şiələr üçün deyil. Çox mühüm məsələ budur ki, İmam Hüseyn əleyhissalamın mesajı yalnız və yalnız şiələrə aid etməyək. Xüsusi bir məzhəbə aid deyil, yalnız şiələrə. Xeyr, bir çox qeyri-müsəlman şəxsiyyətlər də Kərbəla hadisəsindən təsirlənmişdilər. Böyük şəxsiyyətlərdən biri Mahatma Gandhi belə deyir ki, əgər Hindistan zəfər qazanmaq istəyirsə, Hüseyn ibn Əli kimi yaşamalıdırlar. Çünki Kərbəla, yəni bu Kərbəla hadisəsi, İmam Hüseyn əleyhissalamın bu hərəkatı azadlıq, şərəf, vicdan, baxın bunu deyən müsəlman deyil, qeyri-müsəlmandır. Amma bu sözü deyir. Burada azadlıq, şərəf, vicdan və zülmə qarşı dayanmaq dərsləri bu İmam Hüseyn əleyhissalamın məktəbindən bizə öyrədilir. Bu Kərbəlanın ən böyük məktəb olması və xüsusi bir məzhəbə, hətta xüsusi bir dinə aid olmamağı göstərir. İmam Hüseyn əleyhissalamın qiyamına əgər biz istəsək, Qur'anı baxımından da bir baxış salaq, Allah Teala Qur'an-ı Kərimdə belə bir ayə buyurur ki, وَلَا تَرْكَنُوا إِلَى الَّذِينَ ظَلَمُوا فَتَمَسَّكُمُ النَّارِ Zalim insanlara siz meyil etməyin. Yezid zalim idi yoxsa yox? Bəli. Yezid zalimdirsə, Allah Teala bu ayədə buyurur ki, əgər zalimə siz meyil göstərsəniz, yəni ona beyət etsəniz, atəş, cəhənnəm atəşi sizə də toxunar. Bu Hud surəsinin 113-cü ayəsində gəlmişdir. İmam Hüseyn əleyhissalamın qiyamı bu ayənin əməli təfsiridir və əməli təfsiri idi. İmam Hüseyn əleyhissalam eləyə bilməz ki, bu ayənin əksinə bir addım atsın. İmam Hüseyn əleyhissalam zülmə uyğunlaşmadı. Zülmün müqabilində İmam Hüseyn əleyhissalam susmadı. Haqqı açıq şəkildə bəyan etdi. Əməli surətdə
Bu ayəyə bizə nə elədi? Göstərdi ki, bu ayəyə mən əməl edirəm. Allahın kəlamına. Bəs buna əsasən İmam Hüseyn əleyhissalamın qiyamını təyid edən Quran ayələridir. Amma son olaraq bu İmam Hüseyn əleyhissalamın bu qiyamının və beyət etməməsinin bizim müasir dövrümüzə nə kimi mesajı var? O bundan ibarətdir. Bu gündə Kərbəlanın mesajı yaşayır. İnsanlar haqsızlıq qarşısında susmamalıdırlar. Dəyərləri qorumalıdırlar. Haqqı müdafiə etməlidirlər. İnsanlar Kərbəladan bu kimi məsələləri öyrənə bilərlər. Kərbəla göstərdi ki, bəzən bir insanın mövqeyi əsirlərin istiqamətini dəyişə bilər. İmam Hüseyn əleyhissalam özü yarı ənsarı həddindən artıq az idi. Amma batilin müqabilində, zalimin müqabilində dayandı və nəticə etibarilə mənəvi bir məktəbə çevrildi. Nəticə. Pəs əgər İmam Hüseyn əleyhissalam qiyam etməsəydi və yaxud Yezdə əgər beyət etsəydi, nə baş verərdi? 1. Yezid hakimiyyəti dini baxımdan rəsmiləşə bilərdi, rəsmiyyət qazanardı. İmamın həqiqi dəyərləri ciddi təhlükəyə düşərdi. Həm imanın, həm İslamın həqiqi dəyərləri təhlükə altına düşərdi. Zalimə itaət adı altında zalimə itaət adi hala çevrilə bilərdi. İmam Hüseyn əleyhissalamın qiyamı İslamın ruhunu qorudu. Haqq ilə batili bir-birindən ayırdı və müsəlmanlara əbədi bir məktəb qoydu. Müqavimət məktəbi. Bizə ayrılan vaxt tamam oldu. Hamınızı Allaha tapşırıram və sallallahu əla seyyidina Muhammed və alihi tahirin.